Salam uşaqlar. Növbəti sınaq izahından qarşınızdayam. Deməli, bu dəfə izah edəcəyim sınaq 158-ci sınaqdır. Birinci sualla başlayırıq. Deməli, birinci sualda nə deyir? Choose the correct variant deyir. Düzgün variantı seçin. A piece of paper. A piece of paper. Bəli, bu doğrudur. Two slices of bread. Two slices tərəfi düzdür, amma bread sözü cəmlənməz deyə bu səhvdir. Four bunches of flowers, bəli, düzdür. 4 buket gül, bəli, doğrudur. Bunu düz götürürük. A ilə pinches olmaz. S olmasaydı düz olardı. 4 səhvdir. T-nə görə bol cəmdə olmalıydı. Bu da səhvdir. Qarışıq yazdıq. Deməli, doğru cavabımız hansı oldu? 1, bir də 3 oldu. Doğru cavab B bəndi oldu. Sonra ikinci sualımıza baxırıq. Make-up sentence deyir. Cümlə qurmaq qaydasına baxırıq. Cümlə quranda hansı qaydaya əməl eləyirdik? Mübtəda, xəbər. Mübtədamız nədir? Baxıram, mübtədamız he wanted. Sonra görürəm ki, to var, help var. İki feil yanaşı olanda arada ya to olacaq, ya ing. Onlar da öz fərqli qaydaları var. Bəzi feillərimiz var, yalnız ing qəbul edir, bəzilər var, həm ing, həm to. Burada want feili özündən sonra to qəbul edir deyə he wanted to help bu qaydada olacaq. He wanted to help the villagers. O, kəndlilərə kömək etmək istəyirdi. Deməli, 4, 1, 2, 3. 4, 1, 2, 3. Doğru cavabım E bəndi olacaq. Üçüncü sualımıza baxırıq. Choose the correct interrogative sentence deyir. Düzgün sual formasını seçəcəyik. Sual cümləsini. Deməli, düzgün sual cümləsini seç deyir uşaqlar. Baxıram ki, burada did varsa, ate ola bilməz. Ona görə onu çıxdım. What, yesterday, did he eat? Yesterday burada yersiz gəlib girib bura. Yəni olmaz. Yesterday axırda olmalıydı. What did he eat? Yesterday belə olmalıydı. Həm də burada ate verib elə o ate-ə görə də səhvdir. Sonra what did he eat? Bəli, elə C bəndimiz doğrudur. D bəndində nə var? Köməkçi feil yoxdur. D bəndində getdi. What did he olmalıydı. Özdə it də yoxdur deyə elə burada getdi. Doğru cavabım C bəndi olacaq. Növbəti sualımıza baxırıq. 5-ci sual, yox, 4-cü sualımıza baxırıq. 4-cü sualımızda bizdən nə istəyir? Düzgün söz önü seçirik. Biz bilirik ki, söz önü fəsillərin, ayların, nə bilim, illərin qarşısında in işlədəcəyik. Nə deyir? Deyir the leaves. Bir dəqiqə. Aha. B bəndi olacaq. In. Deyir the leaves start to change their colors in autumn. Yarpaqlar öz rəngini payızda dəyişməyə başlayır. Doğru cavabım B bəndi olacaq. Düzgün zaman formasını seç deyir. Baxırıq uşaqlar burada. When tərəfində will olmaz deyə A-nı çıxacam. Aha. Qalanlarını hələ baxırıq. Deməli, Arthur, baxıram zamanlara, Brock was crying, was breaking, was crying, is. Aha, burada E bəndində keçmişlə davam edəcədə onu çıxıram. Sonra baxıram uşaqlar, deyir ki, ayağını qırdı. Qırdı deyirsə, onda breaking qıra-qıra durmur, axı biz onu davam edici zamanda verə bilmirik. Ona görə bu davam edicini də pozuram, bu C-ni də pozuram. Elə bircədən qalır B bəndi. Burada when, sanki while funksiyasındadır. Deyir ki, sürüşərkən, xizək sürərkən ayağını qırdı. Hər ikisi də keçmiş zamandadır. Bəli, doğru cavabım olacaq B bəndi. Sonra definition tap deyir. Definition testləri bilirsiniz ki, söz bilgimizə əsaslanır. Awake, ayıq deməkdir. Yatmayanda, yəni blind, kör, deaf, kar deməkdir. Not able to hear, yəni eşidə bilməyən, yəni deaf. Not sleeping, yəni awake. Not able to see, görə bilməyən, yəni 2. Deməli 1B, 2C. 1B, 2C, aha, E bəndi olacaq. 7-ci sualımızda düzgün variantı seçin deyir. Baxıram ki, positive case-ə aid testi. Positive case-ə aid test isə positive case-ə aid testdə biz nə edirik? Baxırıq, görürük. That boy ilə cəmləni uyğunlaşıb. That-ə görə boy təkdə olmalıydı. Boys, answer da təkdədir deyə is doğrudur. Elə A bəndim doğrudur əslində. Görək indi o birislərin səhvi nədədir? Disə görə boy cəmdə olmalıydı. Bu getdi. Bu 4 hərfli olan sis, boys təkdə olmalıydı. Boys olmamalıydı. Boy olmalıydı. O getdi.
Those boys, burası düzdür, amma ansaya görə biz demişik apostrofdan sonraki sözə baxırıq xəbərin tək və ya cəm olmasına. Burada is olmalıydı, ona görə bu getdi. These boys, həm də apostrof s, belə doğru deyil, ona görə doğru cavabım elə A bəndə olacaq. Sonra düzgün zaman seçin deyir. Baxıram burada last summer var. Last summer varsa keçmiş zamandan söhbət gedir. Burada da xəbərin mitdir. Mitin keçmişi met olacaq. Ona görə B bəndindəki miti pozuram. Bir də E bəndində was meetingi pozuram. İkinci tərəfə baxıram. Remember sözü xatırlamaqdır. Xatırlamaq bilirəm ki, davam edici zamanda işlənməz. Ona görə C bəndində pozuram. Sonra baxıram bu tərəfdə he üçüncü şəxsin təkidi deyə, əgər remember indiki zamanda verilibsə, niyə bunun S-i yoxdur? A bəndində çıxıram, doğru cavabım qaldı D bəndi. İndi baxaq tərcüməsinə. Deyir Tom met me last summer, but he doesn't remember my name. Bunu biraz balacalaşdırın. Burada now var. Deyir ki, lakin o indi mənim adımı xatırlamır. Adımı xatırlamırsa, deməli, o mən remember-də davam edici zamanda işlənə bilməz deyə remembers olmalıydı. Çıxdığımız variantlar getdi, eybi yoxdur. Deməli, burada bunu çıxmışdıq, burada S olmalıydı deyə bunu çıxdıq. Burada indiki zamanda olmamalıdır, bunu çıxmışıq, bunu çıxmışıq. Isn't remembering, buna görə bu ola bilməzdi. Doğru cavabım oldu. D bəndi. Tom met me last summer, but he doesn't remember my name now. Bu qaydada olacaq. 9-cu sualımıza baxırıq. 9-cu sualda deyir, this film, bu film necədirsə bilmirik hələ. Sonra deyir, we never watch it. Biz heç vaxt ona baxmırıq. Heç vaxt ona baxmırıqsa, exciting, maraqlı, interesting, maraqlı, enjoyable, zövq verici, həzz verici, amazing, heyrətamiz. Niyə onda baxmırıq ki? Is boring olar da, sıxıcıdır deyə biz ona heç vaxt baxmırıq. Növbəti sualımızla davam edirik uşaqlar. Deməli, 10-cu sualımızda deyir, düzgün sifəti seçin. Burada bir zən görürəm. Zənlərin göstəricisi, müqayisənin göstəricisidir. Hamısını çıxacam. Bunu da çıxacam. Much more exciting olsaydı düz olardı. Doğru cavabım D bəndi. Fishing in the ocean sounds more exciting than in a lake. Deyir ki, okeandan balıqçılıq eləmək, göllərdə balıqçılıq eləməkdən daha yaxşı səslənir. Heyrətamiz, maraqlı səslənir bu mənada. Sonra 11-cinin doğrusuna baxırıq. Əvəzlik istəyir bizdən. Əvəz eləməliyik burada. Ben and Bob 2 nəfər varsa bilirik ki Z olacaq. Ona görə elə bunları çıxıram. 2 variant arasında qalıram. To their aunt deyir. Xaladan söhbət gedirsə him kişi cinsidir deyə bunu da çıxacam. Doğru cavabım E bəndi qalacaq. Deyir ki Babe and Bob send a lot of useful information to their aunt. Ben and Bob, Ben və Bob xalalarına çoxlu faydalı məlumat göndərdi. Burada da əvəz eləyəndə 2 nəfər olduğuna görə Z olacaq. Xala da qadın cinsi olduğuna görə hörlə əvəz eləyəcək. Bəs niyə hör oldu? Təbii ki, burada söz öndən sonra obyekt əvəzliyi gəlirdi. Ona görə to hör olacaq. She olmaz. Və yaxud, nə bilim, hör onsuz da həm yəlik haldadır, həm də obyekt haldadır. Ona görə də elə ancaq variantımız hör qalacaq. Sonra 12-yə baxırıq. 12-də Anar will be at his friend's birthday party. Tag question'dır. Biz bilirik ki, burada nə var? Will var da. Köməkçi feylə əsasən biz onu tapırıq. Ona görə də olacaq. Baxıram, is olmaz, didn't olmaz, was olmaz, doesn't olmaz. Elə doğru cavabım B-dir. Won't he? Anar da kişi cinsidir deyə. Bəli, he olacaq. Doğru cavabım B oldu. 13-cü sualımıza baxırıq. Sual cümləsidir bu. Xüsusi sual cümləsidir. Ümumi sual da ola bilər. Baxırıq ki, who do you have a swimming class? Who-nu qoya bilmərik. Niyə? Çünki sözün sonunda da heç söz önü yoxdur. Yəni ki, tamamlıq funksiyasında olsun. Who-dan sonra biz demişik ki, do, does işlədə bilmərik, did işlədə bilmərik. O vaxt işlədə bilərik ki, sözün sonunda söz önü olsun, cümlənin sonunda. Və yaxud tamamlıq funksiyasında olanda deyə bilərik, amma burada deyil deyə biz who-nu qoya bilmirik. 1 olan variantdan çıxdıq. Sonra 2-yə baxıram. Do you have a swimming class? Onlar da ümumi sualdır. Deyirsən, üzgüçülük dərsin var, o üzgüçülük dərsin olur. Yəni 2 ola bilər. Sonra baxıram. When do you have a swimming class? Sənin üzgüçülük dərslərin nə vaxt olur? 2, 3. Doğru cavabım 2, 3 ilə başlayır deyə 2, 4 olanı çıxacam. Sonra, what do you have a swimming class? Baxın, what do you have a swimming class nə deməkdir? Sənin üzgüçülük dərsin nə var? O söz cümlə uyğun deyil deyə 4-də çıxıram.
How often do you have a swimming class? Bəli, doğrudur. Yəni nə qədərdən bir hansı tezliklə sənin dərslərin olur, hansı günlər sənin dərslərin olur? O mənada 2, 3, 5. Doğru cavabım olacaq A bəndi. Uşaqlar, növbəti testin izahını da yekunlaşdırdıq. Suallarınızı, fikirlərinizi rəy bölməsində gözləyəcəm. Hələlik sağ olun.